Unionla qızıl fürsət əldən vermiş Galatasaray Monaco səfərindən qalib ayrılmaqla play-off məsələsini həll edə bilər. Çünki rəqib həm kadr, həm də ki oyunçu krizisindədir. Bir tərəfdən Monaco'nun sadəcə olaraq quru heyətinə baxsaq, burada Ansu Fati, Paul Pogba, Erik Dyer kimi futbolçular var. Hamısı öz karyeralarının müəyyən mərhələsində çox parlaq oyunçu olub, çox uğurlu olublar. Digər tərəfdən komanda mövsümün əvvəlindən zədələr epidemiyasından əziyyət çəkir. Ona görə də kim ümumiyyətlə sağdırsa, meydana çıxa bilirsə, həmin oyunçulara uyğun olaraq Hütter 4-3-3 və ya 4-2-3-1 taktikasına dəyiş-düyüş edərək adaptiv futbol oynamağa çalışırdı və bu an komanda rəhbərliyi baş məşqçini dəyişmək qərarına gəlir. Onun yerinə isə Galatasarayın bir tur əvvəlki rəqibi olan Union Saint-Giles'in baş məşqçisi olan Pacognoli'ni komandaya dəvət edir. Ortada Monaco'da həmən wingbackləri görəcək, cinahları görəcək. Bu cinahlarda daha kimlər sınanmayıb. Bir tərəfdən Teze və Otara var, digər tərəfdən Vanderson və Diatta var. Amma onların heç biri profilinə görə, əlbəttə ki, Diattanı çıxsaq bir qədər cinah müdafiəçisi deyirlər və hücum üçlüyü öz-özlüyündə maraqlıdır. Burada bizim Liverpooldan tanıdığımız Minamino var, Arsenaldan tanıdığımız Arsenalın balaca əfsanəsi olan Balogun və çox istedadlı bir futbolçu olan Akliucha var. Bir neçə epizoda baxaq. Məsələn, burada gördüyümüz kimi Akliucha'nın çox ağıllı pası və Balogun burada yüksək müdafiə xəttindən çox effektiv şəkildə canını qurtarır, amma adamın bitiriciliyi göründüyü kimi o qədər də ideal deyil. İkinci epizodda bu dəfə Balogun fərqlənəcək. Yenə də baxın, öz sürəti hesabına ofsayt tələsini qırır. Komandada sözün həqiqi mənasında böyük potensiallardan biri, hansı ki, böyük gələcək vəd edir və çox güman ki, daha güclü komandaya keçə bilər. Bu Akliucha'dır. Məsələn, burada Akliucha Baloguna kömək edir ki, o Qalavinə qol pas atsın. Digər epizodda isə mövqe hücumundan qol gəlir və bunun səbəbi əlbəttə ki, Akliucha'nın cərimə meydançasında ağıllı şəkildə girməsidir. Daha bir epizod Balogunla Vantu. Bu arada bu elementi onlar çox effektiv şəkildə tez-tez təkrar edirlər və Balogun fərqlənir. İndi isə Monaco'nun zəif tərəfləri. Vertikal oynamadığı halda komanda topu arxadan səbirli build-upla qurur və burada ən vacib müdafiəçisi olan Kerrer belə bir kobud səhvə yol verir və bunu biz nəyə göstərdik? Çünki buna oxşar qolu baxın bu epizodda Galatasaray Buda Glimtə qarşı vurmuşdu. Yəni eyni ssenari çox güman təkrar olunacaq. Digər epizodda Monaco meydanın mərkəzində top itirir və bir növ domino effekti ilə qapısında qol alır. Üçüncü epizod isə biz həddindən artıq mərkəzə kompakt sıxışan komanda problemindən danışırıq. Burada Monaco müdafiəsi həddindən artıq kompaktdır və bu da Parisə imkan verir ki, topu cinahlara ötürüb oradan fərqlənə bilsin. Daha bir problemli element kornerlər zamanı yaxın dirəkdir. Baxın, 3 korner göstərəcək sizə. Hər 3 epizodda rəqib Monaco'nun yaxın dirəyini hədəf alır. Bu epizod Lenslə maçlandı. Baxın, digər epizod Parislə oyunlandı. Və burada da gördüyümüz kimi 3-cü epizodda da komanda yenə də yaxın dirəkdən məğlub olur. Sizin fikrincə Galatasaray daha bir səfərdən uzaq qayıda biləcəkmi?